aylarda xaricdən edilən sifarişlərin qiymətlərində ciddi artım müşahidə olunur. Xüsusilə Türkiyədən onlayn platformalar vasitəsilə verilən sifarişlərin dəyəri 2-3 dəfə artıb. Məsələn, 2 ay əvvəl 8 manata olan kosmetik vasitə hazırda 22 manat, 77 manata təklif olunan gödəkçə isə 113 manatdır. Geyim sifariş etmişdim onlayn. Pencə sifariş etmişdim. Eyni markanı sifariş etmişdim 74 manata, aldım onu 86 manata. Kargoya da pul verirsən, paşturşda gəlir eyni qiymətə çıxır. Amma ki, yenə də niyə elə fərqlidir ki, poçt yolundan Azərbaycana gəlirsən, niyə eyni qiymətə deyil? Evə təmizlik vasitələri alıram, orada hiss eləmişəm ki, qabyan paraşoklarda xeyli fərq var. Əvvəl 40 neçə manata gəlirdi, indi 60-a yaxın gəlir. 2-3 ayda dəhşət dərəcədə hiss olunur. İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, son vaxtlar daşıma xərclərinin artması bu bazara ciddi təsir göstərib. Türk lirəsinin kifayət qədər son dövrlərdə ucuzlaşması, ilk zamanlar bazarın buna reaksiya verməməsi, amma sonraki dövrdə axırda artıq bahalaşma dövrü getdikcə daxili bazardakı ticarətin buna adaptasiyası əlbəttə ki, məhsulların qiymətlərinin bahalaşmasına səbəb olmuşdu, maya dəyərinin bahalaşmasına səbəb olmuşdu. Bu da artıq o bahalaşma segmenti lirə ucuzlaşdıqca artıq məhsulun üzərinə gəlir və beləliklə də biz son dövrlərdə bunun bahalaşmasını müşahidə edirik. Bu prosedur digər ölkələrdən, yəni Çin istiqamətində gələn məhsullarda da ifadə olunur. İqtisadçı bildirir ki, onlayn ticarət platformalarında son vaxtlar bəzi dəyişikliklər edilib. Elektron ticarət platformalarında istifadədə bəzi qaydalarda, alətlərdə şahələnmələr var. Belə ki, öncələr seçim valyutasını siz özünüz seçə bilirdiniz. İndiki isə birbaşa qeydiyyatlı və yaxud qeydiyyatssız daxil olmaların nisbətinə cavab olaraq sizə eyni zamanda Azərbaycan manatı ilə məhsulun qiyməti verilir və burada bəzi hallarda eyni zamanda kargo qiymətləri də daxil bu qiymətlər verilir və belə bir fərqlər formalaşır. Fuad İbrahimov qeyd edir ki, vətəndaşların alternativ seçim imkanlarının məhdud olması səbəbindən ölkə daxilində də qiymət artımı qaçılmazdır. İlham Əkəliyeva, Vüsal Cəfərov, Xəbər Ertəsi.